Noyabrın 21-də Binəqədi rayonu ərazisindəki Leyk oteldə baş verən faciə zamanı təkərli iskələnin 35 kilovoltluq yüksək gərginlikli hava xəttinə toxunması nəticəsində 4 nəfər elektrik cəryanı vurmasından həlak olub. Araşdırma göstərib ki, otelin icarədarı Ağasif Verdiyev normativ aktlara zidd şəkildə təsərrüfat işləri aparıldığından əmək mühafizəsi qaydalarını pozub. Buna görə o şübhəli şəxs qismində saxlanılıb və barəsində həbs qəti imkan tədbiri seçilib. Hadisənin səbəbi kimi pəncərə silinməsi üçün istifadə olunan 5,75 metrlik təkərli iskələnin hündürlüyü cəmi 5,53 metr olan yüksək gərginlik xəttinə yaxın məsafədə daşınması göstərilir. Halbuki mövcud normalara əsasən 35 kilovoltluq hava xətti yerdən ən az 7 metr hündürlükdə olmalıdır. Maraqlı məqam isə odur ki, həmin xətt 2009-cu ildə Ramiz Mehdiyevin həyat yoldaşı Galina Mehdiyeviyə məxsus Novxandakı 102 hektarlıq təsərrüfat sahəsini elektriklə təmin etmək üçün çəkilib. Sahənin bir hissəsində əvvəlcə Freeland Vineyards şərab zavodu yerləşib, daha sonra isə Mehdiyevlərin ailəsinə bağlı Mərəndə MMC tərəfindən idarə olunub. Hazırda da zavod və üzüm bağları həmin xəttdən enerji alır. Bu qanun pozuntuları nəticə etibarilə 4 nəfərin ölümü ilə nəticələnən faciəyə gətirib çıxarıb. Faktla bağlı Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.